Salam dostlar. Mən sizə Yasamal yaşayış kompleksini çekmiştim. Bütün bu evlərin arasını çekmiştim. İndi istəyirəm, yəni ki, mənim qohumum burada ev alıb. Mən sizi kvartiranı da göstərəcəm. Bura Yasamal 2 və Yasamal 3'dür. Bu 3'dür. Qabaqdakı binalar, artıq rəngli binalar Yasamal 3'dür. Bu da Yasamal 1'dir. Bu Kristal Apşeron. Burada Qanlı göldür. Bu gölün qırağında bulvar edirlər. Burada da hələ də tikinti işləri gedir. Əslində həm bulvar, həm evləri eyni vaxtda təhvil vermədilər. İndi mən sizə çəkib göstərəcəm. Görəcəksiniz ki, elə ki, evin həyəti də elə təmiz deyil. Amma görürsünüz 7B burada işləyir, 9 nömrə işləyir və 10 nömrə işləyir. Burada 9. Bax belə. Bu kompleks daha ətraflı görmək istəsəz kanalımda video var. Orada yəni bu kompleksin, bu da Mida'nın binalarıdır. Bunları mən çəkmişəm artıq. Ona görə bu gün vaxtım azdır. Yalnız yəni bir də kvartiraları çəkib sizə göstərəcəm. Əgər sizə maraqlıdırsa belə tip videolar yazın. Yəni mən sizə yenə də çəkərəm video. Burada liftlər olan koridordur. Bir lift artıq işləyir və bura koridordur. Burada 2 dənə mənzil var. Və burada da 2 dənə mənzil, 4 dənə mənzil. Burada elə heç kim yoxdur. Sizə göstərim mənzilləri. 3 otaqlı mənzildir. Baxın. Bu yəqin ki 2 otaqlı və ayrı mətbəxi olan. Bu ölçüdədir. Bu qapılardır. Belə bir qapılar. Sizə yaxından göstərim. Çöl qapısıdır. Belə bağlıdır deyə bilinmir. Bura hamam tualetdir. Bax belə bir. Və belə bir balaca, yəni duş kabin və bir də belə bir otaqdır. Yəni ki, bu yəqin mətbəxdir. Burada da işlər gedir. Bu arxa tərəfdir. Bu yəni artıq o tərəfdə Sədərəkdir də. Yasamaldan gələn maşınlardır. Biləcəri Yasamal yolu Sədərək. Bu tərəfə. Sizə hansısa detallar daha ətraflı istəsəz, mən yenə bura gələcəm, çəkərəm. Demin mətbəx buradır, mən səhv salmışam. Baxın, mətbəx üçün yer qoyulub. Elektrik qovşağı falan, elektrik rozetkaları. Mətbəx buradır. Bura qonaq otağıdır. Və o biri otaqda, o da otaqdır. Düzdür, balacadır. Amma belə otaqdır. Burada yəni şkaf yığdırmaq olar. Bunlar da qala bilər şkafın içində. Yəni çox, koridor da çox belə balacadır əlbəttə ki. Sonra başqa bir kvartiralara da baxaq. Bu kvartira girən kimi hamam tualet buradadır. Duş kabina eyni. Və bu yəqin ki 2 otaq studiya gedir. Bu bir otaqdır, yataq otağı bir dənə. Və burada bax, mətbəx üçün yer qoyulub. Otağın başında burada 2 dənə lustra üçün yer var. Çılçıraq üçün və belə bir. Burada da elə düzülmüb. Burada yəqin ki xona yalnız bir tərəfdə olur mətbəx.
Ora yəqin ki, hələ ki, yəni düzülüb bitməyib. Belə aboylar, sadə aboylar da baxın. Belə rənglər seçmə çağırırdılar ki, seçim edin. Yəni eyni seçiblər bütün otaqlara, koridorlara. Bir rəngdə. Və burada başda bir dənə də otaq var. Bu daha böyük oxşur. Baxın, koridorda böyükdür. Burada baxın, şkaf üçün falan yerdə daha çoxdur. Bu yəqin gedir. Bax, bura mətbəxdir. Bura mətbəxdir. Bura bir otaqdır. Baxın, toxunma yazılıb. Vay vay, toxunmarıq heç yana. Bura bir otaqdır. Elə buranın aboyları vurulmuyub. Burada da belə baxın, şkaf üçün yer var. Burada hamam, tualet buradadır. Eyni bütün aksesuarlar eynidir. Burada bir dənə otaqdır. Bu artıq həyətə baxır. Və bir dənə də belə otağı var. 2 dənə. Çoxsu məsələn birini edir qardirob, otağın başında olanı məsələn burada 2 dənədir. Gördüyünüz kimi çoxsu edir qardirob. Bunlar isə ediblər elə ikisində hamam, tualet. Demək bizdə oldu 2 otaq. Burada otaqdır. 2 otaq, 3 otaq ayrıca və mətbəx. Yəni ki, 3 otaqlı ayrıca mətbəxlə də ona görə belə genişdir. Buranın kvadraturası çoxdur. Hansısa detallar sizi maraqlandırırsa deyin, çəkim. Bu başqa bir kvartiradır. Burada isə sizə nəyə göstərmək istəyirəm? Bu sistemdə. Bunlarda kombi daxildir. Mənzilin qiymətinə bax belə. Bu Azeri qazındır. Emər qaz. Amma çox, yəni hündürdədir. Qazı yükləməyə falan. Burada həyət bu. Bu mənzil həyətə baxır. Bura Yasamal Park 2-dir. Orada 3'dür. Baxın, tikilir. O binalar 1'dir. Bax, bu isə tikilən burada binalar. Bunlar 3'dür. Yasamal 3. Yolu sıralama biraz olacaq. 1, 3, sonra 2. Tikinti işləri gedir. Həyətdə bu vəziyyətdədir. Bura çox hündürdür. Mənim boyum 1.62'dir. Mən belə gələk biraz sıpıçıqaya qalxam ki, sizə buranı göstərəm. Buranı asfaltlayıblar. Buradaki binaların o tərəfi göl mənzərəlidir, amma göl mənzərəlidir. Gölün o bir tərəfi də qəbristanlıqdır. Belə. Artıq hətta deyirlər köçüb yaşayanlar da var, amma dəqiq məlumat deyil. Çünki yəni, su krandan gəlir, amma məsələn çox bir şey işləmir, işıq yanmır. Bilmirəm artıq necə yaşayırlar. Bilirsiniz, çox insan kirayədə qalır və əslində buranı noyabrda verməli idilər. Sonra noyabr oldu, təhvil verməlidirlər. Yanvar dedilər, yanvar. İndi artıq martın bu günləri 29'udur. Yəni elə də tam qutarmıyıb. Əslində bu orada bulvar olacaq gölün qırağında və gölün qırağı bir yerdə təhvil olmalıdır ki, orada elə işlər elə heç, yəni ki, çox az faiz iş görülüb. Belə. Maraqlı olsa yenə bura gələcəm. Siz suallarınızı verin. Mən sizə nə maraqlıdır, onları daha dəqiq, detallı çəkim. Baxın, qəbristanlıqdır ora. Amma uzaqdır, görün o biri tərəfidir. Bunları da çəkə bilərəm. Rəngi belə sarı rəngdir, tünd. Mokra asfalt.
değil. Size ayrıca buranın parketlerini çekmek istedim. Kiməsə bəlkə maraqlıdır. Baxın, yəni ki, belə renklərdə var idi seçim. Belədir. Yine bir-birini keçən. Mənim öz evimdə də belədir. Mən amma Finski almışdım. Burada deyəsən Finski söz vermişler amma sonra adı yazılır mı? Burada oxunur mu adı? Size gösterim adını. Bu nədir? Şərifoğlu. Aha, Şərifoğlu. Toz torpaqdır bura hər yan. Bir de yeri de gösterim. Yeri de belədir. Belədir. Prixoja. Belədir. Giriş kapıları. Koridor. Burada koridorda. Burası su. Her kvartira giden sudur. Su xətləri. Tələsirik, amma həyətdən də sizə çəkim görüntüləri kiməsə maraqlıdır. Mən ev tikinti falan çəkəndə həmişə maraqlı olur. Uzaqdan çəkim, cəmaət veşlərini daşıyır. Mebel yox artıq ev əşyalarını. Artıq həyətdə ağaclar da əkilir. Baxın, ağaclar gətirilib.